Bəzi aktyorlar var ki, biz onların ekranlarda böyüdüyünə və peşəkarlaşdığına canlı şahidlik edirik. Bugün diqqət mərkəzində Melis Sezin və onun heyrətamiz dəyişimidir. Hər şey 2016-cı ildə. O, saf və enerjili baxışlarla başladı. Həyat Bazən Tatlıdır serialında Asya obrazı ilə tanınanda, çoxları bu gənc qızın Türkiyə sənət dünyasına damğa vuracağını bəlkə də təxmin etmirdi. Lakin Melis dayanmaq niyyətində deyildi. Siyah İnci və ardından gələn Ləkə serialları onun aktyorluq diapazonunun nə qədər geniş olduğunu göstərdi. O, sadəcə gözəlliyi ilə deyil, hər layihədə daha da cilalanan istedadı ilə addım-addım yüksəldi. Və nəhayət, o məşhur dönüş nöqtəsi, Sadaqatsiz serialındakı derin obrazı. Melis bu rolda o qədər inandırıcı idi ki, milyonlarla insan onu gah sevdi, gah da tənqid etdi. Bu, bir aktrisanın obrazı nə dərəcədə dərindən yaşadığının ən böyük sübutu idi. Təkcə televiziyada deyil, kinoda da öz sözünü dedi.